Hal-hazırda yanımda Aksana xanım və Ziçin bəy əyləşib. Aksana xanım Azərbaycanlıdır, bəyimiz isə Çinlidir. Artıq 2 gün əvvəl sizin nikahınız olub. Çində toyları hələ olmayıb, olacaq. İstəyirəm öz dilinizdən eşidək, tanışma hekayənizi, necə tanış olmusunuz? Okay. Tanışma hekayemiz, belə deyim sizə, birincisi deyim ki, Azərbaycan dilinə yaxşı danışa bilmirəm, çünki ləzgi milləti olduğuma görə yəqin ki, biraz aksent olacaq. Mən уже 1 ilə yaxındır, 1 il yarımdır где-то deyim sizə, Dubayda işləyirəm, şirkətdə işləyirəm, marketing meneceri real estate şirkətində. Elə Dubayda tanış olmuşuq, mart ayının axırı, aprelin əvvəlləri deyim sizə. Orada tanış olduq, görüşdük. Elə bil ki, 1 gün, 2 gün, 3 gün sonra münasibət. Ondan sonra da avqust ayında bizdə toy oldu. Avqustun 14-ü Dubayda oldu toyumuz. Elə bil ki, toy mən tərəfdən oldu birinci. Hal-hazırda gəldi Azərbaycana. 2 gün də qabaq bizim nikahımız oldu ayın 13-ü. Ayın 13-ünə niyə saldıq? Çünki ayın 14-ü anamla atamın elə bil ki, toy günüdür. Nə maraqlı. Тоже самое olsun deyə. İndi fevral ayında inşallah Çində toya hazırlaşırıq. Onların ümumiyyətlə adətlərindən xəbəriniz var, toy necə keçir? Yəni xüsusi bir nəsə var bizdəki adət-ənənələrə oxşar və yaxud sizi şoka salan bir şey? Şoka salan bir şey, adət-ənənə desək, orada belə deyim sizə, bizdə misal üçün gəlinə pul vermirlər, burada onun 10 qatını verirlər. Yəni belə hər bir gəlinin addımında, elə bil toy müddəti qohum əqrəbası oğlan tərəfdən gəlinə pul verirlər. Bunların toy paltarları qırmızı olur. Bizimki ağ olur. Gəlinlikləri də belə deyək. Toy gəlinlikləri qırmızı olur. Bəli. Pul dediyiniz, misal üçün bizdə gəlin oynayır, oynayanda qohum gəlir, misal üçün əlinə pul belə qoyur, belə tutur. Elə tipli deyirsiniz də? Elə tiplidir, hə. Burada misal üçün bizdə var, misal üçün qapının önündə elə bil ki, bəy girmir içəri. O vaxt pul vermək. Onlarda da eynidir. Qapını kəsirlər bizdə. Qapını kəsirlər, pul verirlər. Hə, sonra misal üçün maşınla gedir gəlin, maşınla gedəndə gəlin, ev yolunu kəsib pul götürmək. Yəni bizdə də məncə o adət var bizdə də, hə. Sonra toyda, bunların toyu deyimizsə çox belə musiqi falandan keçmir bizdəki kimi. Bunlarda toy maksimum 2 saat, 3 saat olur. Onlar da otururlar, yeyirlər, içirlər, çıxırlar, gedirlər. Bizdəki kimi deyil. Biz oynamaq yoxdur, bir mahnı olmur. Toya elə bil ki, girəndə sən ağ konvertlə girirsən qapıda ki, yəni уже pul təqdim olunmalıdır mütləq şəkildə. Girən kimi, hə. Elə bil ki, o konverti elə bir təhvil verib, ondan sonra sən girirsən toya. Əslində belə deyim, pul yığmaq bunlarda da var. Pul yığmaq bunlarda da var. Bizdən 2 qatı, 3 qatı çoxdur da. Yoldaşınızın dilindən eşitmək istəyirəm, sizin tanış olmaq hekayənizi. Yeah, first we just talk in some application in internet. Yeah. And that time she's in Azerbaijan. She's in Baku now. That time, and we just actually I think the first 1 week too much talk, huh? Yeah, we too much talk. Yeah, she too much. She already send me picture today where she go. Yeah. She goes some restaurant. She sent to me. I was trying to show him Azərbaycan. Azərbaycanı göstərməyə çalışırdım ki, yəni Azərbaycanın belə bir yerləri var. Onu deyir ki, hər gün yəni mən şəkil göndərirdi, restoran falan buralarda. Siz onunla tanış olduğunuz müddət belə başa düşdüm ki, Azərbaycandakı o müddətə düşüb əslində. Azərbaycandakı müddətə düşüb, düzdür. Sizə qədər Azərbaycan haqqında bir təsəvvürü var idi, tanıyırdı mı? Yox. Sizdən sonra tanımırdı, hə, məndən sonra tanıdı. Yeah, and after she come back, I think you come back the next day. You come to meet me already, huh? Yeah, I come back after 1 week. Yeah. Yeah, and next day we meet. Yeah, just next day you come to meet us, and yeah, too much fast. Too much fast meeting. Yeah. Actually, we too much want to meet each other. We can like it's like something catch us, huh? Like, some catches. Yeah, we cannot wait. Yeah. Yeah, and we meet. I think after
we meet. I think second time we meet, we already dating. We were dating, yeah. Too much fast. Yeah, okay. Значит, deyir ki, bir həftə ərzində biz danışdıq internetlə, amma çox bir-birimizi görmək istəyirdik. Elə bil ki, nəsə elə bil ki, bir-birimizi bizə çəkirdi, hə. Ona görə elə bil ki, bir həftədən sonra mən gəldim və mənə dedi ki, bəs əslində deyirdi ki, mənə gəlim səni aeroportdan götürüm. Mən də icazə vermədim, çünki o samolyotda gəlmiş o tökülmüş vəziyyətdə istəmədim ki, məni görsün ilk görüşdə. Dedim, yox, olmaz. Elə bil ki, özümə gəlim sonra. Özümə gəlim, hə, növbəti gün elə bil ki, geyindim, keçindim. Getdim görüşə. Mən Dubayda Business Bay-də qalırdım. Elə bizim evimizin yanındakı mağazanın qabağında məni gözləyirdim. Deməli, siz qayıtdınız Azərbaycandan artıq Dubaya. İlk görüşünüz oldu. İlk görüşdə sizin də təəssüratlarınız necə oldu və onun da təəssüratları bizə maraqlıdır. Çünki fərqli ölkələr, mədəniyyətlər, görünüş olaraq da tamam fərqli onlardan. Da, конечно. Bizdə, məsəl üçün, qızlar ilk dəfə görüşə gedəndə onlar belə geyinirlər, keçinirlər. Amma bunlarda elə bir şey, yəni çox da yoxdur. Mən də zaten bunu bilmirdim. Qəşəng geyindim, keçindim. İndi mən düşdüm, gördüm ki, okey, bu məni gözləyir. Mən bundan belə yaxınlaşanda gördüm ki, bu sport vəziyyətində gəlir. Sadə vəziyyətində gəlir, də qabılıqla falan. Çox utandım əslində, çünki heç bir-birimizə uyğun deyil idik. Sonra mən hətta ona dedim ki, bəs əslində nə geyinəcəyimizi biz danışmışdıq bir-birimizlə ki, yəni biz belə klassik geyinək. O da klassik deyib sport geyinib gəldi. Qaydalar əslində pozub. Pozub, hə. Heç nə, yəni okey. Sonra biz restorana getdik. Zaten mən Çin restoranına apardım. Bunlarda da bir dənə qayda qanun var ki, məsəl üçün sən əgər qonaq gətirirsənsə, ilk dəfə yəni öz tərəfindən o stolun içi dolmalıdır. Orada bir boş yer qalmamalıdır. Mən də ki, biraz Asiya yeməklərinə çox düşkün deyiləm. Yəni mən yeyəndə seçib yeyirəm, bildiniz? Fərqli daddır çox fərqli daddır, hə. Əslində məndə bir dənə xasiyyət var ki, mən yeni nəsə dadmaq xoşlamıram. Ancaq yediklərim standart yeməklər. Gəlib elə bir stolun qabağını doldurub deyir ki, sən niyə yemirsən? Mən də utancımdan deyə bilmirəm ki, nəsə çəkmir məni onu deyə bilmirəm. Normal belə salatdır falan, ət falan biraz götürdüm, yedim. Həmin günü elə bil ki, biz çox belə restorandan çıxdıq. Çox həddindən artıq dərəcədə gəzdik yolun. Peşkom özdə, maşınla da yox. Çox danışdıq bir-birimizlə. İlk günü elə bil ki, biz bir-birimizə bağlandıq. Sonra növbəti gün elə bil ki, mən rəfiqəmlə getmişdik biz dənizə, belə deyim, baseynə. Həmin günü məndən soruşdu ki, bəs biz görüşə bilərik bugün. Mən də dedim ki, bugün olmaz. Çünki baseyndən çıxmış, yenə tökülmüş vəziyyətdə, yəni eyni aeroportdan saçım falan su. Dedim ki, bəs mən rahat deyiləm, bəs görüşə bilmərəm sənin bugün. Davay növbəti gün. Amma deyim ki, sizə, yəni atqaz elədi. Yox, dedi, yəni mən səni bu vəziyyətdə görəcəm, görmək istəyirəm, heç nə olmaz. Axır, yəni güclə məni razılığa saldı, gəldi bizi götürməyə. Rəfiqəm də yanımdaydı. Rəfiqəm də Filippinlidir. Bu məsələni ona deməmişdim. Amma çox yaxınıq bir-birimiz, amma deməmişdim. Mən biraz da onun qabağında niyotda edik ki, deyəcək ki mənə ki, sən mənə niyə deməmisən? Mən də ona da bilmirəm. Axı, mən necə başa salım ki, mənim dalımca kimsə gəlir. Heç nə. Gəldi, bizi götürdü. Rəfiqəmə də dedim. Rəfiqəm də başladı mənə belə baxmağa ki, sən məndən gizlətmirsən. Nə baş verir? Dedim, yox, dedim, elə heç nə yoxdur. Yəni, sadəcə dostdur, belə, elə kakoy dost. Yəni, o başa düşmür axı onu. Heç nə. Rəfiqəmizlə evə apardıq. Ondan sonra dedi, sənin ən sevimli yerin haradır? Yəni, Dubayda. Mən də evimə yaxın Kite Beach var idi orada, dəniz sahili. Dedim ki, oradır. Dedi, okey, dedi, gedək orada gəzəm. Dedim, tamam. Neysə, indi Kite Beach-i gəzirik. Gəzəndə biz oturduq elə sahilin qırağında, yenə də danışırıq. Danışanda mənə elə bil ki, durdu, orada ilk dəfə dedi. Mənə sual verdi ki, biz bu münasibətə nə ad verək? Hələ bir həftədir də, danışırsınız. İkinci gün. Artıq ikinci gün görüşmüşük, amma danışırıq bir həftə, 2 gün falan. Dedim, başa düşmədim.
necə yəni bu münasibətə necə ad verirsiniz? Normal münasibətdir, yəni iki insanın arasında. Dedi, dedi başa düşdüm dedi. Mən dedi it's not relationship. Yəni отношения deyil. Dedim какой relationship? Yəni sən mənə təklif eləməmisən, bir şey eləməmisən. Yəni havadan sudan какой relationship? Sonra mənə dedi ki, okey dedi. Özü də siz necə, yəni utancaqdım. Bunlar çox utancaq olurlar. Ümumiyyətlə xalq olaraq deyirsən. Xalq olaraq çox utancaq olurlar. Mən də deyə bilmir ki, açıq-aydın, okey, mənim sənə xoşum gəlir, münasibət istəyirəm elələr. Siz necə xaricdə belə deyim sizə. Bizdə misal üçün qızla oğlan görüşəndə onlar gərək bir-birini 1 ay tanısınlar, 2 ay tanısınlar, ondan sonra okey, bunlarda nəsə münasibət olur da. Amma xariclərdə elə deyil. Xariclər elə bil ilk görüşləndə sizə deyə bilər ki, okey, mənim səndən xoşum gəlir ki, bəs biz münasibət отношенияda olsaq olar. 2 gün də ola bilər, 1 həftə də ola bilər. Yəni amma onlar da tezdir, bizdəki kimi deyil. Bizdə biraz sevirlər analiz eləməyi, yəni özünüz bilirsiniz. Dərinliyə getməyi. Onlar da elə deyil, yəni. Sonra həmin o vaxtda mənə deyəndə ki, bəs bu bizdə münasibətdir yoxsa yox, mən dedim ki, yəni sən mənə təklif eləməmiş, yəni havadan sudan münasibət ola bilməz ki bu. Mən bunun adını necə qoya bilərəm ki? Sonra mənə dedi ki, okey, bəs mən təklifi necə eləyim? Ay Allah, qalmışam belə. Çıxım gedim, mən başa buradan, durmayım burada. Həmin o dənizin qırağında gəzəndə mən ona sual vermişdim ki, həyatda ən qorxduğun şey nədir sənin? Mənə dedi ki, ən qorxduğum şey sudur. Suyu sevirəm, amma həyatım boyunca dənizə heç vaxt girməmişəm. Yəni dənizin qırağında oturmuşam, yəni dənizə baxmağı sevirəm, amma heç vaxt suyun içinə girməmişəm. Yəni o vaxt 29 yaşı var idi, 30 yaşı var. Mən də elə bil ki, bu mənim beynimdə fırlanırdı. İndi mənə dedi ki, bəs mən dedi, axır özü dedi ki, mən münasibət istəyirəm, mənim sənə xoşum gəlir. Deyirəm ki, yəni məni əldə eləmək üçün nə eləyə bilərsən? Dedi, hər şey eləyərəm. Dedim, okey. Yəqin dediniz ki, suya girə bilərsən. Tipik Azərbaycan bilirəm artıq. Mən də ki, ambisiyalı qadın, mənim şəxsi ambisiyalarım var. Prosta yoxlamaq üçün. Dedim ki, bəs sən dedim, suya girməlisən ki, mən sənə okey verim də. Mənə baxdı belə dedi ki, mən dedi, qorxuram axı, dedi, bəs olar mı, dedi, onu istəməyəsən, dedim, yəni başqa dedim, bundan çətin nə ola bilər ki, deyir, sənə göydən ulduzu da deyir, gətirib verərəm, amma mən deyir, o şeyə salma, suya salma. Dedim, okey, göydəki ulduzu mənə necə verəcəksən də, deyir, bizdə Çində o mümkün bir şeydir. Var da ulduzu. Onda, aqası, bu göydən düşən, nə idi onun adı, kometalar var. Həmin o kometaları bunlar yığırlar, elə bil ki, kəsirlər. Faktически göydən ulduzdur da, kometa düşən yerə. Onu bunlar, yəni nəsə bir aksesuar kimi bir şey eləyirlər, kəsirlərmi o daşı nəsə eləyir. Yəni o faktически həmin o ulduz sayılır. Deyir, onu deyir, mənə izah elədi, mən dendi ki, bəs sən mənə onu necə gətirə bilərsən? Dedi, onu da belə gətirəm dedim, o suya məni salma, dedim, niyə? Dedim, sən bunu mənim üçün, yəni, sən dedim, o suya dedim, girməsən, mən sənə güvənə bilmərəm ki, sabah sən ki, yəni, mənə görə, yəni, hər şey eləyərsən. Heç nə. Dedi, okey, dedi, o zaman dedi, bir dənə siqaret çəkim, dedi. Dedim, tamam, çək. Özümü toparlayım. Toparlayım özümü, bir görüm siqaretlə gəzir, ora-bura, qabağımdan ora-bura suya baxır. Siqareti çəkdi, qutardı, dedi, vəsə, I'm ready. Dedim, okey. Just go. I'm talking about that moment when you told me that he will enter the water because of me. O hissləri bizə özü danışa bilər. İndi ona da deyəcəm ki, desin sizə də, həmin onları. Bu momenti yaxınlaşdı suya, ayaqqabını çıxartdı. Suya girmək istəyirdi. Oca görürəm ki, həqiqətən də bu adam hazırdır da, yəni. Mən də durdum yerimdən, qaça-qaça getdim, dedim, dur, niyə inirsən? Dedim, zarafat eləyirəm, ora-bura. Bunu mən geri çəkdim. Dedim ki, yəni, okeydir bura qədər. Yəni, mən sadəcə baxmaq istəyirdim ki, həqiqətən də ki, yəni, artıq bizə lazım olanı götürdüm. Lazım olanı götürdüm, elə dediyiniz kimi. Sonra neysə, oturduq biz yenə. İndi deyir ki, sən deyir, məni niyə çəkdin, deyir. İndi bu nə deməkdir, deyir. İndi relationship, yoxsa deyir, yox. Dedim, okey, relationship. Elə bil ki, yəni, dost ol da, bildiniz necə? Elə bil relationship də deyil ondan sonra.
Və həmin vaxtı orada biraz biz yenə danışdıq, ora-bura. Mən buna demişdim ki, mən heç vaxtı varlı olanla evlənmərəm. Ondan qabaq da mən buna demişəm ki, mənim pulu olan insanlardan, yəni biraz şeyəm də, yəni mənim xoşum gəlmir. Çünki demirəm ki, yəni bütün hamı. Yəni necə deyim sizə, yəni puluna güvənənlər çoxdur. Yəni biz Azərbaycandan bunu bilirik. Belə deyək, bizim dedəsə yekəxana oğullar deyə elə düşünürsüz. Da, mən dedim ki, pul olan adamla dedim, yəni mən heç vaxt evlənmərəm. Qoy dedim, sredni olsun. Yəni daha kasıb da olsa olar. Yəni dedim ki, özüm ağılsız deyiləm ki, yəni özüm bir yerdə yəni biz nəyisə nail ola bilərik də, orta da olsa olar, problem deyil. Amma dedim ki, benim varlı olmasın, o bunun beynində fırlanırdı. Amma hələ bilmirsiniz nə işlə məşğuldur. Heç nə bilmirəm. Hələ heç nə bilmirəm. Nəysə, ondan sonra biz geri döndük. Geri dönəndə Kayıt-Beşdə o şəkli mən sizə göndərəcəm. İlk şəklimizi çəkdi ayaqlarımızın. Elə bil ki, 5000 kilometr gəzinti. O bizim ilk şəklimiz oldu. Həmin dəqiqədə çəkdik ki, biz bugün münasibətə bu dəqiqədə girmişik. İşte, ondan sonra obratla biz qayıtdıq. Özü başqa maşından gəlmişdi, bir dənə etet. Məncə ondan qabaq da mən bir həftə bundan danışanda bu məndən soruşmuşdu ora-bura. Mən o vaxtı da buna o sözü demişdim ki, mən varlı oğlanla evlənmərəm. Ona görə belə maşını dəyişib gəlib. Maşın dəyişib gəlib. Mən də heç nədən xəbərim yoxdur. İndi nəysə məni qoydu evə həmin günü. Həmin gündən elə bil ki, münasibətimiz elə başladı. Mənə maraqlıdır. O siz dediniz ki, suya gir. O nə fikirləşdi özü? Yəni çünki 30 ildə bu adam suya girməyibsə qorxduğunu bildirir. Öz dilindən eşitmək istəyirəm. I feel. Yeah, actually, I'm not too much think. I should. I'm never swim like something. I'm not too much think about that. Yeah, just you told me. I think I can, and for example, if really have some accident, I think she can save me. I think she will not let me die. Ya, deyir ki, həmin o momenti deyir, o çox da deyir, düşünmədim, deyir, üzməmişəm, heç vaxt da nəsə eləməmiş, nə olacaq. Və düşünürdüm ki, deyir, yəni bir şey mənə olsa, yəqin məni xilas eləyə bilər də. Ona görə deyir ki, çıx gir suya. Əsas sizə güvənib o da. Mənə güvənib girir. Daha sonra siz münasibətdəsiz artıq, yəqin ki, bir yerdən sonra artıq öyrəndiniz ki, bəyin maddi durumu belə yaxşı vəziyyətdədir. Reaksiyanız necə oldu? Reaksiyam necə oldu? Hələ ki, yəni mən bunun qaldığı yeri bilmirəm, evi tanımıram. Biraz elə bil ki, maşında oturub danışdığımız müddəti biraz mənə prosta deməyə başlayır ki, insanların da Dubayda nəsə Çinlilər elə belə Dubayda ola bilməz. Bəs Çinli Dubaydadırsa demək ki, onun yaxşı pulu var. Nəsə belə. Siz şuur altınıza işləyir yavaş-yavaş. Həmən də belə baxıram, deyir ki, həmən ətrafında çox Çinli var, hamısının biznesi var, ora-bura. Dedim, aha. Sonra yavaş-yavaş dedi ki, nəsə logistika şirkətindən belə danışmağa başladı. Mal bura falan yerə belə gəlir, falan yerə belə gəlir. Nəsə bu mənə bu söhbəti danışanda mən də tutdum ki, nəsə burada var. Niyə bu durub yəni? Dərinliyinə qədər də bilirsə, deməli işin içindədir də. İşin içindədir də bu. Mən ona mən ona sual verdim ki, bəs okey, sən nə işi görürsən? Əslində mən əvvəl deyəndə mən demişdim, balaca işlərdir də görürəm, deyir, kuryer işləyirəm. Dedim ki, okey də, yəni kuryer işləyirsən, lap da yaxşı. Elə o vaxt gələn maşın da kuryer maşını idi, həqiqətən də. Siz ona görə qanlısınız da, belə deyək. Akazvəcə sürücünün maşınıdır, mən də heç bilmirəm. Sürücüsünün maşını idi bu. Ondan sonra mən buna sual verdim və mənə açıq-aydın dedi. Açıq-aydın mənə dedi ki, falan şirkətim var, falan işi görürəm burada. Artıq şübhələndiniz, yəni açıq-açıq dediniz. Açıq-aydın dedim, dedim ki, bəs məndən gizlətmə də, bəs davay aramızda yalan olmasın. Açıq-aydın mənə dedi ki, okey, falan şirkətim var, belə. Mən də sual verdim ki, bəs həmin o maşın, yəni sənin idi? Dedi, sürücümün maşınıdır. Dedim və salam. Amma deyim ki, siz yəni özümə düzdür söz vermişdim ki, heç vaxt yəni varlı ailənin gəlini olmaram. Plus bunların əgər pulu varsa, yetərincə ki, ailəsini saxlaya bilsin, uşağını saxlaya bilsin, evi, maşını varsa, o zaman bunlar evliliyə oja qərar verirlər. Əgər bunların pulu yoxdursa, şəxsi evi yoxdursa, maşını yoxdursa, bunlar heç vaxt evlənməzlər. Çünki bunların qayda qanunu ilə bunların qadınları İndi deyəcəklər, qadınlar məni qınayacaq Çinlilər.
Bunların qadınları kasıb oğlanla heç vaxt evlənmirlər. Ona görə də onların ölkəsində evlilik çox gec baş verir, ya da ki, uşaq onlar istəmirlər. Yəni uşaq gec olur. Yəni Əslində ən imkanı- məntiqlisi budur. Belə deyək, hər şeyi tam yerli yerinə qoyduqdan sonra artıq düşünürlər ki, mən bu dünyaya övlad gətirə bilərəm. Düzdür. Yoxsa bizim kimi baxırsan ki, ailənin maddi durumu sıfırdır, amma 7 dənə, 8 dənə uşağı var. Haqlısınız, hə. Bəzən mən də görürəm, yəni qalıram belə. Yəni həyat. Aksana xanım, istəyirəm gedək mətbəxə, bizə bir çay süzəsiz. Evet, çox Orada xoş olur. çayımızı hazırlaya mətbəx haqqında danışaq, Çinin mətbəx haqqında. Görə siz nələri hazırlaya bilirsiniz? Gəlin gedək. Tamam, getdik. We go kitchen. Aksana xanım, siz yeni tanış olanda dediniz Asiya mətbəxi filan, nələri yeyəndə çətinlik çəkirdiniz və yaxud bizim yeməkləri daddırmısınız bəyə? Bəli, bizim mətbəxləri daddırmışam, amma bir şey var ki, istəyir ki, bütün yeməklər acılı olsun. Bizim də yəni çox acılı yeməklərimiz olmadığına görə biraz əziyyət çəkir ona görə. Hə, amma yəni pastayanla acılı istəyir. Məsəl üçün restorana gedirik, deyir ki, acılı eləyin də zəhmət olmasa bunu maksimum dərəcədə acılı eləyin. Mən də nə qatsam da, yəni acılı çıxarda bilmirəm yeməyi. Nə qədər də çünki hazırlanmağında istifadə olunmur deyə sonradan əlavə eləsəydi o da almır. Siz sual verin görək belə bəyəndiyi bir yemək var hansı ki onu bəyənir? For example, you try our plov, like we call that ash and dolma. It was good. Yeah, it's good. It's I good. tried that. It's yummy. It's yummy. Yeah. Yeah. Bəs sizin özünüzün onların mətbəxindən yeyə bildiyiniz və yeyə bilmədiyiniz yeməklər? Yeyə bildiyim əslində bişmiş yeməklərdir. Yəni bişmiş yeyə bilmədiklərim, yəni ankok bişməmişlərdir. Yəni bişməmiş balıq, biraz qan ilə bişmiş ət, yəni tam bişməmiş ət deyimsə belə bir şeyləri yeyə bilmirəm. Bəzən də bunların şey var, nə idi onun adı? Morskие продукты. Dəniz məhsulları da. Bəzən də bunların bəzi dəniz məhsulları var ki, yəni krevetka falan, balıq heç. Misal üçün vodoroсли, suyun içində olan o bitkilər, yəni yosun, da yosunlar falan, onları yəni mən yeyə bilmirəm. Düzdür, çox dadlıdır. Elə bil ki, baxmışam dadına, amma davamlı yəni yeyə biləcəyim bir şey deyil. Bildiniz necə? Da bizə məsəl üçün dolmanı qoyursan qabağa, yəni yaxşı çörəklə davamlı yeyirsən. Amma o yəni bir dəfə okey dadına baxdın, okeydir ya yox, yəni belə bir şey. Yəni sonradan axtarmayacağımız bir daddır da. Bir dəfə üçün sınamaq üçün yaxşıdır və siz də bayaq dediniz ki, mən yeni dadlar sınamağı sevmirəm. Sınamağı sevmirəm ona da. görə. Amma hal-hazırda yəni Dubayda yaşadığımıza görə orada çox Çin mətbəxləri var və sizə deyim ki, elə bil ki, Çin mətbəxi çox Azərbaycan mətbəxinə bənzəyir. Sadəcə bizim elə bil ki, acılı versiyalarıdır, bildiniz necə? Amma deyim ki, sizə ətdir, makarondur, yəni xəmirdə hamısı eynidir. Çünki düyü çox istifadə edirlər, xəmir çox istifadə edirlər. Oxşar cəhətlər var. Çayımızı süzək, gedək davam edək. Aksana xanım, mənə bilirsiniz nə maraqlıdır. Çay bilirik ki, Çindən gələn bir şeydir. Yəni kökü oralara dayanır. Biz çox çay içən bir millətik. Çinlilər bu qədər çay içirmi? Ümumiyyətlə bizim belə çayxor olduğumuzu görüb bir nəsə şoka düşdümü? Onu öz dilindən eşitmək istəyirəm. Okay. Yeah, Chinese drink tea. Deyir ki, bəli, Çinlilər də Azərbaycanlılar kimi eyni halda həddən artıq dərəcədə çay içirlər. Misal üçün deyir, ailə yığışır ya da ki, misal üçün nəsə bir biznes söhbətləri gedəndə insanlar arasında, yəni mütləq şəkildə, qonaq gələndə qabağında çay olmalıdır. Deyir ki, Çində çoxlu, çay əslində Çindən gəlibdir. Çində həddən artıq dərəcədə çoxlu çay növü vardır. Misal üçün yaşıl, bəli, qara, misal üçün çiçək falan, yəni belədə də. Tea like some green tea. Bəs dadlarında o fərqi hiss edə bilirsiniz? Azərbaycan çayından Çin çayının dadının fərqi var? Çox da deyir fərqi yoxdur, deyir, biraz fərqi var. Çünki Çinlər də deyir zaten eyni çaydan içir. Sadəcə onların çaylarının elə bil ki, rəngi biraz çox tünd olur. Hə, dadı da elə bil ki, tünd olur deyir. Rəngi, dadı tünd olur. The taste more strong, more deep the color. Bəyimiz ailəsinə yəqin ki, deyib
Mən bir xanımla ailə qurmaq istəyirəm. Xanım Azərbaycanlıdır. Onlar nə reaksiya verib? Ümumiyyətlə Azərbaycanı bir tanıyırdılarmı? Actually, they don't. Əslində deyir, əvvəl heç evlənməyi düşünmürdüm deyir. Düşünmüşdüm ki, bütün mənim həyatım boyunca mən tək yaşayacağam, tək qalacağam. Və anam atama deyir, bunu demişdim deyir. Anidən deyir, anam atama deyəndə ki, deyir, mən Dubayda bir qız görmüşəm və həddindən artıq dərəcədə onu sevirəm və onunla evlənmək istəyirəm. Deyir, həddindən artıq dərəcədə xoşbəxt oldular deyir. Live is more good. Siz bəs ailənizə deyəndə nə reaksiya verdi? Əslində biraz çox çətin bir xarakterdə olduğum bir qadınam. Eynən deyim ki, sizə, bu həmin o sözü öz ailəsinə deyib. Eynən həmin o sözü də mən ailəmə demişəm ki, mama, papa, bəs mən tez bir zamanda evlənməyəcəm. Yəni ola bilsin ki, mənim evlənmək vaxtım 30 yaşından sonra olsun. Yəni mən istəmirəm ki, siz məndən hal-hazırda nəsə evlilik falan gözləyəsiniz. Postoyanla papa məni yığanda, mama məni yığanda mənə sual verirdilər. Neujeli heç kim yoxdur səndə? Neujeli həyatında yəni bir insan yoxdur? Çünki oca 24 yaşım var idi. 25 yaşım noyabr ayında tamam oldu, keçən ay. Deyirdim ki, hər dəfə dalaşardım mama ilə ki, mama mənə bu sualı vermə də. Yəni məni elə bil üzürsən. Mən axı sənə demişəm, düşünmürəm. Yəni mən prosta motivasiyamı sındırmam. Mən karyeramı qurmaq istəyirəm. Mən bura öz ölkəmi dəyişib, mən bu ölkəyə gəlmişəm ki, mən pul qazanım. Yəni özümə elə bil ki, düzdür, mama, papada imkan hamısında yaxşıdır. Amma mən və qardaşım biz uşaqlıqdan elə böyümüşük ki, mama, papadan pul almayaraq, yəni özümüz öz ayağımızın üstündə duraq. Qardaşımın hal-hazırda 20 yaşı var, Krasnodarda universitetdə oxuyur. 20 yaşına baxmayaraq, yəni öz şəxsi kiçik bir dənə biznesi var. Papam onun pulundan imtina eləyib. Mən də aynən elə bura Bakıya gələndə oxumağa 18 yaşından 17 yaşından mən mama papanın puluna imtina elədim. Başa başladım özüm işləməyə. Bəli. Oxuya-oxuya, rus dili, ingilis dili müəlliməsi işləyirdim. Qonşuların uşaqlarından başladım müəlliməliyə. Sonra yavaş-yavaş tanıdılar, başladılar uşaqları göndərməyə. Bağçada işlədim. Ondan sonra Down sindromu olan autist uşaqlarla işlədim. Ondan sonra da vaxt keçdikcə, taktika artdıqca, metodika artdıqca başladım böyük adamlarla işləməyə, sırf dil öyrənmək üçün. Qrammatika, universitetə hazırlıq falan yox. Danışıq. Sırf danışıq dili üzrə. Ona görə mən mamaya demişdim ki, yəni məndən onu gözləməm. Anidən elə bil ki, iyul ayı idi. Bizim toyumuz 14 olmuşdu da, avqustun iyul ayında mən bilmirdim, necə deyim, çox utanırdım. Heç elə bil ki, Ziçənlə biz tanış olmuşuq. Mart ayının axırı, aprelin əvvəli biz iyul ayında evlənməyə qərar verdik. 3 ay sonra. 3 ay sonra, Mən bilmirdim, necə deyim. Sonra anidən mama ilə papa oturub qarşımda, biz kamera ilə, video ilə danışırıq. Hələ mama, papa bilmir ki, mənim həyatımda kimsə var. Mən durdum belə dedim ki, bəs pap, rus dilindəki pap, я думаю, скоро у меня будет ЗАГС. Я выйду замуж. Yəni düşünürəm ki, pap, elə bil ki, evlənəcəm. Yəni avqust ayında elə bil növbəti ayda mən yəqin ЗАГСa girəcəm. Qaldı belə, papa bilmir heç nə desin. Mama deyir, nə? Sən bezir dolamısan 100%. Səndən deyir, evlənən olmaz. Səndən evlənən olmayacaq. Deyirəm, yox, ciddiyəm. Hələ Ziçən yanımdadır, amma prosta göstərməyə belə çəkinirdim də ki, göstərim. Adam səsiniz utanır. Çünki onlar öyrəşiblər ki, məni, yəni, siz necə, postoyanla mən oxuyan, öz işimdə olan, oğlan falan, yəni mənim heç fikrimdə də yəni olmayıb. Ona görə onlar biraz şok oldular biraz ki, birdən anidən evlənməyə bəs deməmişdin, 30 yaşından sonra evlənib, biz əlimizi, üzümüzü üzmüşük də səndən. Dedim, yox, bəs evlənirəm. Həmin günü göstərmədim. Növbəti günü, elə bil ki, həmin günü biz kameranı söndürəndən sonra mamaları da biz də birinci başa şəkli göndər, kimdir, nədir olan, belədir, elədir, mən o şəkilləri başladım atmağa. Əslində mama bilirdi ki, papa da bilirdi ki, Asiya millətindən xoşum gəlir. Yəni sizə əvvəldən bu olub da, hə? Olub, Uşaqlıqdan olub da, mən sizə deyim. Uşaqlıqdan 7-ci, 8-ci sinifdə olanda Farsaj filminə baxardım. Tokyo Drift'i var orada. Orada xan var. Həmin o xan Çinlidir. Həmişə onun bu fasonu vidindən mənim xoşum gələrdi. Nəsə çəkərdi mənə, yəni bu millətə qarşı. Uşaq idim hələ o vaxtı.
Mama mən bunu deyəndə mama başa düşdü ki, 100% Asiya millətidir də. Yəni başqa bir misal üçün Dubayda olduğum müddətdə hamı düşünür ki, ərəblə evlənərsən, nə bilim belə elə. Yox. Mama bilir ki, Asiya millətidir 100%. Şəkilləri göndərəndən sonra daha əmin oldu. Həddindən artıq dərəcədə, yəni əlbəttə ki, xoşbəxt oldular, sevindilər. Gözlənilməz oldu. 3 ay keçəndən sonra sizin münasibətdən evlilik təklifi elədi yoxsa? Elədi. Nə cür evlilik təklifi elədi və belə baxanda, yəni əslində düz deyirsiniz, biz Azərbaycan qızları biraz çox düşünərik. Yəni inanmıram ki, Azərbaycanda çox az cütlük tapılar ki, 3 ay sonra evlənsin. Götür-qoy eləmək lazımdır, soruşmaq lazımdır, nəsli, nəcabətin hamısını. Sizdə necə oldu? Bizdə misal üçün mama papa biraz mama mənə dedi ki, bəs kimlərdən də oğlan ora-bura. Mamaya dedim ki, desəm tanıyarsan. Dedim desəm tanıyarsan kimlərdəndir. Mama dedi ki, xəcə burada bizə mamalarda bir şey var ki, qızı yaxşı ailəyə getsin də, yəni обеспеченный ailəyə getsin. Dedim mama, hər şey qaydasındadır, narahat olma da o barədə. Sonra ürəyi rahatladı. Belə deyim sizə, mənim 25 yaşım var idi, onda 30 yaşı var idi. Mənə dedi ki, yəni bu həyatda dedi, düzgün adam tapmaq çox çətin bir məsələdir. Həm kişi tərəfdən, həm də qadın tərəfdən düzgün adam tapmaq çox çətin bir məsələdir. Və hal-hazırda biz dedi bir-birimizi tapmışkən və bir-birimizi bildiykən ki, yəni necə bir insanıq da, niyə də ki, zamanında evlənib ailə qurmayaq. Yəni mən tamamilə onun fikri ilə razı idim. Yəni tərəddüd eləmədiniz ki, 3 aydır filan və s. Evlilik təklifi necə olub sizə? Həmin ilk dəfə görüşdüyümüz yer Kayıt Beachdə mənə dedi ki, gedək gəzək. Dedim, okey. Həmin günü biz elə bil gəzməyə çıxanda mən bundan yan-yana gəzirəm. Bir də gördüm, elə bil ki, sağ tərəfimdə dənizin dekorasiya var. Deyirəm ki, bax, evlilik təklifi olacaq indi. Çox gözəl. Amma sizin üçün quraşdırılıb. Mənim üçün olduğunu bilməmişdim. Heç nə, əlimdən belə tutdu, biz ora doğru getdik. Bir də gördüm ki, arxadan kamera falan, dost tanışımız hamısı anidən çıxdı. Yəni, onlar mən görməmişdim. Əslində, hara gizlənmişdilər, dənizin səhralığında bilmirdim, yəni. Anidən çıxdılar, video, kamera falan. Necə deyirlər, normal, yəni evlilik təklifi də, yəni will you marry me? Elə təklif oldu. Ondan sonra bizim toyumuzun günü, elə bil ki, ikinci dəfə mənə evlilik təklif elədi. Toyumuzun günü. Elə o mənə qaldım belə ki, yəni, nə bilim, 2 dəfə yəni evlilik təklif elədi mənə. Toyunuz Dubayda olub, biri də Çində olacaq. Biri də Çində olacaq. Onun ailəsi ilə ümumiyyətlə əlaqəniz var, danışırsınız. Ev işlərində sizə kömək edirmi? Çünki bayaq çay gətirəndə gördüm, sizə ağırlıq olmasın deyə götürmək istəyirdi, siz icazə vermədiniz. Bəli, həddindən artıq dərəcədə kömək eləyir. Daha bəzən olur ki, mən onunla dalaşıram, o mənlə dalaşır. Mən deyirəm ki, bəs sən kişisən də ki, öz yəni məntiqimlə ki, sən get otur, mən özüm həll eləyəcəm hər şeyi. Yox, gəlir bəzən nəsə doğrayanda, misal üçün dalaşır, məndən əlimdən bıçağı alır, görür, özü doğrayır. Bilir ki, mən icazə verməm. Ona görə dava dalaşlandı bizdə. Çox kömək edir, həddindən artıq dərəcədə. Azərbaycan neçə müddətdir bura gəlmisiniz? Burada biz 1 ayıq. 1 aydır. Nəyi bəyəndi Azərbaycanda? İstər görüntü olaraq olsun, istər mədəniyyət olaraq? Yeah, actually I too much like this country. Deyir ki, baxmayaraq ki, 2 il Dubayda deyir yaşamışam, hiss edirəm ki, deyir, Dubay yaşayış yeri deyil. Dubay sadəcə iş adamları, biznes adamları üçündür. Gəlib işləyib, yəni çıxıb deyil. Yəni, Robert sistemi nəzərdə tutur. Deyir ki, Azərbaycana gələndə deyir, hər şey çox fərqli oldu. Aynən deyir, Çinə bənzəyir deyir biraz. Çünki burada hər 4 fəsindən deyir, üzləşə bilirsən. Hiss eləmək olur. Living place, you mean? Yes, not some living place, but here Baku is different. Aksana xanım, qolunda döymə gördüm. Tam oxuya bilmədim. Orada amma Aksana sözünü oxuya bildim. Orada nə yazılıb, nə vaxt olunub o döymə? Baxa bilərik ümumiyyətlə kameraya. Show her. Eynidir. Eynidir sözlərdir. Sizdə onun adı yazılıb. Bəli, onda da mənim adım. Mənası nədir? Burada yazılıb ki, in another life, I would still found you. O bir həyatda yenə də səni taparam.
Təklif kimdən gəlib? Sizdən yoxsa bəydən? Bəydən. Aha, super. Oksana xanım, düzdür, çox az müddətdir Azərbaycandasınız. 1 aydır bilirəm. Ümumiyyətlə münasibətiniz də çox yenidir, 1 il deyil heç. Amma yəqin ki 1-2 söz də olsa öyrətmisiniz. Necə öyrətmək? Yəni danışanda istər-istəməz artıq eşidir qulaqları. Hansı o kəlmələri bilir? Easy, like salam alaikum. Okay. Salam necəsə? Salam, necəsən? Yaxşı. Yaxşı. Yeah, Yaxşı.